həm baxdım, gördüm ki, nəfəs ala bilmir, pasiyent ürək dayanması filmlərdə görürük, belə rahat otaqdan çıxmışam ki, bəs xəstənin Qalib kimi çıxırsan. Qalib kimi xəstənin həyatını qaytarırsan. Amma xəstə bunu istəmir. Amma xəstə bunu istəmir. Yəni xəstə istəmədən xəstəni elə bir həyata qaytarmış oldun. Cəvid, ölüm də bir haqqdır və bu da pasiyentin bir seçimidir. Necə ki, yaşamağı seçir, eyni zamanda pasiyent ölümü də seçə bilər. O yüzden də sən buna çox müdaxilə edə bilmərsən. Dəfələrcə əməliyyat edirsən xəstəni və sonunda deyir ki, mən artıq yaşamaq istəmirəm. Belə bir stereotip var ki, Türkiyədə cərrah olaraq daha tez yetişə bilərsən. Almaniyada bu proses gec gedir. Əziz izləyicilər, Berlindən hər kəsə salamlar. Bu gün çox maraqlı bir layihəyə start veririk. Belə ki, Fachart proyekti ilə və Fractal Solutions-ın təqdimatında Almaniyada səhiyyə sistemi necə qurulub, bu sistem necə çalışır və bu sistemin müsbət və mənfi tərəfləri haqqında Almaniyada çalışan aparıcı mütəxəssis həkimlərimizlə birlikdə bir neçə videolar çəkəcəyik ki, siz də Alman sistemini, səhiyyə sistemini dərindən biləsiniz. İlk qonağım Berlində Sana klinikasında çalışan mütəxəssis həkim, ortoped travmatoloq Tural doktordur. Tural doktor həmin klinikanın eyni zamanda sport ortopediya, sport travmatologiya departamentinə də rəhbərlik edən bir şəxsdir. Tural doktorla biz artıq uzun zamandır tanışıq və uzun zamandır belə bir çəkilişi də planlayırdıq. Bir günə qismət oldu. Və özəlliklə də odur ki, Tural doktor Türkiyədə təhsil alıb, sonra Türkiyədə də uzman olaraq çalışıb. Amma buna baxmayaraq karyerasını yenidən Almaniyada qurub. Düşünürəm ki, Almaniya və yaxud da ki, Türkiyə seçimi sualını verən insanlar da bu videodan sonra bu sualın cavabını tapacaqlar. Tural, salam. Salam Cavit. Təşəkkür edirəm, bu gün gəldin. Tural, istərdim ki, özün haqqında bizə bir məlumat verəsən, səni yaxından tanıyaq. Təbii ki, Cavit. Öncəliklə mən təşəkkür edirəm. Yeni layihəndə sənə uğurlar arzulayıram. Dediyin kimi də ilk qonaq olmağın da biraz həyecanları var, amma yəni əminəm ki, çox başarılı olacaq bu layihən. Yəni mən Tural Əhməd, Bakıdan anadan olmuşam. Qısaca özüm haqqında məlumat versəm, Bakı Avropa liseyini bitirmişəm. Tip təhsilimi Türkiyədə başlamışam. İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsini 2006-cı ildə bitirmişəm. 2006-cı ildən 2012-ci ilə qədər Ankara Universiteti Ortopediya və Travmatologiya bölümündə uzmanlıq eğitimimi almışam və 2012-dən 2017-ci, 16-cı ilə qədər İstanbulun Acıbadəm Universitet Klinikasında öyrətim görəvlisi, öyrətim üyəsi və Ankara Acıbadəm xəstəxanasında uzman ortopediya və travmatologiya mütəxəssisi kimi işləmişəm. Yəni 2017-ci ildən etibarən də indiyə qədər Zana klinikumda işləyirəm. Hal-hazırda sən də qeyd etdiyin kimi rekonstruktiv oynaq cərrahisi və sport travmatologiya departamentinə rəhbərlik edirəm. Eyni zamanda da Leitender-Oberarzt olaraq işləyirəm, yəni eyni xəstəxanada. Qısa məlumat verim, Leitender-Oberarzt sistemi nədir? Almaniyada rezident kimi başlayırsan, assistant arts deyirlər. Mütəxəssis həkim olduqda buna Fachart deyirlər. Elə bizim layihənin də adı Fachartdır, yəni mütəxəssis həkim. Bundan sonra isə növbəti etapda Oberarzt olursan. Oberarzt tam olaraq Azərbaycan sistemində olmadığından buna biz şöbə müdürü də deyirik və yaxud da ki, üst aparıcı mütəxəssis də demək olur. Leitender-Oberarzt isə bütün aparıcı mütəxəssislərin üzərində olan bir şəxs olur ki, bu təkcə tibbi sahəyə cavabdehlik etmir, eyni zamanda həmin klinikanın idarə etməsində də cavabdeh olan bir şəxsdir. Bu funksiyanı da sən daşıyırsan. Tural, bax, səni bir tanıyan kimi deyirəm, çünki sən Türkiyədə çox yaxşı bir yerdə təhsil almısan, sonra da böyük bir xəstəxana şəbəkəsində çalışırdın. Yəni, karyeranı çox gözəl orada qurmuşdun. Bəs səni Almaniya gətirən nə oldu? Valla əslində bu sualı çox verirlər mənə. Cavabı əslində bəsitdir. Yəni mən bir təsadüf nəticəsində Almaniyaya gəldim. Bəlkə insan deyir, yəni təsadüflər, bəzən belə təsadüflər insanın karyerasını dəyişdirə bilir. Yəni qısacası anlatsam, hər halda yeni uzman olmuşdum. 2013-2014-cü illərdə Türkiyədə çox beynəlxalq konqreslər təşkil olunur.
Əslində o vaxtlardan Alman səhiyyəsinə, yəni Avropa səhiyyəsinə, Amerika səhiyyəsinə çox marağım var idi, amma yol biraz əlçatmaz görsənirdi. Dediyim kimi bu konqreslərin birində hardasa bir 1000 nəfərlik qatılımlı beynəlxalq konqres idi. Konqres sonunda məsləkdaşlarım bilir, həmişə belə diskussiya kimi, panellər arası diskussiya olur. Ben de o diskussiyalardan birine bir katılımcı kimi bir sual verdim. O diskussiyalardan birinde de Profesör Kretek, yani Almanya'nın çok məşhur travmatologlarından biri var idi. Elə ondan sonra, kongresten sonra özü mənə yaxınlaşdı. Yani o bir sualla, o diskussiya çok hoşuna gelmişti ve mənə dedi ki, Almanya'da çalışmak ister misin? Yani de bizimle beraber mənim komandamda. Düzdür, Almanca yok, hiçbir, yani biraz mənə fantastika kimi geldi de. Yani bəs yəni yaxşı istəyirəm, amma necə, yəni Alman dili bilmədən, olmadan. Sonra dedim ki, əslində niyə də yox. Baxdım, araşdırdım. Avropa Travmatologiya Cəmiyyətinin, Dünya Travmatologiya Cəmiyyətlərinin müxtəlif təqaüdlü proqramları var, hansına ki başvurmaq olar və o təqaüdlü proqramla istədiyim mərkəzdə, yəni fellowship və ya hospitasiya keçmək mümkündür. Əslində belə proqramlar çoxdandır var, amma biraz araşdırıb baxmaq lazımdır. Məndə də elə oldu. Çünki çox eşitmişdim Almanya haqqında, amma yəni ən azından orada səhiyyə sistemi nətərdir, necədir? Yəni gedib bir işləmə şansı, yəni bu 1-2 günlə, bir həftə ilə olmur. Çünki təbii ki getdiyim mərkəzdə özünü yaxşı yöndən göstərməyə çalışır, amma gündəlik işləyişdə pozitiv və ya negativ yönləri zaman keçdikcə görürsən. Qısacası mən də 2016-cı ildə elə bir fellowship proqramına başvurdum və oradakı təqaüdlə 4 həftəlik Profesör Kretik'in Hannover Tibb məktəbində 4 həftəlik fellowship proqramı keçmə şansım oldu və orada artıq Alman tibb strukturunun pozitiv, negativ yönlərini, bunu da belirləmək lazımdır. Hər şey pozitiv deyil, yəni negativ yönlərini öyrənmiş oldum, görmüş oldum və sonradan götür-qoydan sonra Almanya'da çalışma hissi oldu. Yəni bunların hepsini araşdırdıktan sonra mənə bəzən çox sual verirlər. Yəni bu 1-2 günlük bir proses deyil və ya nə bilim, dostum Almanya'da işləyir, yaxşı pul qazanır, mən də oraya getmək istəyirəm. Yəni belə hasant, yəni insan qərar verməsi üçün ən azından araşdırıb baxması. Gəlib özü də görməsi önəmlidir. Mütləq, gəlib özü də görməsi lazım. Çünki sonradan deyirlər də, sonraki peşmanlıq fayda verməz. Yəni ondan sonra mən çox tanıyıram, yəni burada işlər şey olub, yəni başlayıb geri dönən məsləkdaşlarımızı da. Yəni qısacası belə Almanya macərası belə başladı. Belə başladım. Tural, yəni baxmayaraq ki sən Türkiyədə uzman idin, Almaniyada çalışmaq üçün yenidən assistent kimi başlamaq məcburiyyətində idi. Düzüm nə qədər həmin müddət sürdü? Belə söyləyim Cavit, Almanya, Türkiyə normalde Avropa Birliği'ne dahil olmadığı için Türkiyədən gələn və ya Avropa Birliyindən gələn həkimlər üçün şərtləri keçməlidirlər. Yəni çox, məsələn desən ki, mən ən yaxşı cərraham, onu eləyirəm, çox əməliyyat eləyirəm. Yəni bu asistanlik dönəmini keçmək lazımdır. O məndə hardasa bir 6 ay çəkdi o süreç. Yəni elə bil ki, universitet xəstəxanasında öyrətim üyəsi, doçent olacaq adam təzədən 18-19 yaşlı tələbələrlə eyni parta arxasına oturursan və Alman dili öyrənirsən, ondan sonra mental çox çətindir, yəni psixoloji olaraq çox çətindir. Yəni bunu qəbullanmaq lazımdır öncəliklə, yəni asistanlıq dönəmini. Amma belə ki, əgər sən bu sistemdə çalışmağa qərar verdinsə, bu sistemin qanunlarına ayaq uydurmalısan. Yəni yoxsa sistem sənə qalib gələcək. Elədir. Yəni, ona görə təbii bu sənədləşdirmə işləri hardasa bir zaman 6 ay çəkdi məndə. 6 aydan sonra artıq bütün bu asistentlik dönəmi həll olandan sonra təzədən işte Facharzt, Funksiyon Oberarzt, Leitender Oberarzt qədərim, yəni mərhələli olaraq gəldim yəni. Keçdim bunları. Tural, Almanyaya ilk gəldiyində, yəni artıq burada həkim kimi fəaliyyətə başlayanda sən artıq təcrübəli bir cərrah idin. Bəs səni burada təcrübələndirən nə oldu? Əslində çox yaxşı sualdır Cavit. Yəni bəzən çox, yəni fərqli, yəni Alman düzdür, indi tibb hər yerdə eynidir də deyirik. Yəni əməliyyat taktikləri, aşağı-yuxarı tiplər demişkən hər yerdə eynidir, amma bəzi Alman tibb sistemində bəzi bürokratik işləmlər, bəzi Azərbaycanda və ya Türkiyədə olmayan xəstə haqqları, bəzi prosedurlar var. Yəni başıma gələn
balaca bir anekdot kimi sizə anlatacağım. Məsələn, bura hər gələn asistan və ya bir xarici kimi həmişə bir kompleksi olur da. Alman dilini təzə öyrənmişəm və özünü hardasa 1-0 geridən başlayırsan da, elə deyim, və özünü hər hansı bir yönü ilə önə çıxarmağa çalışır ki, bəs nəsə bir Məni də görsünlər. Hə, nəsə bir eləyim desinlər ki, bəs bunu yaxşı elədim, məni tərifləsinlər. Həmişə belə gəzirsən ki, bəs məni tərifləsinlər. Heç unutmuram, 2017-ci illərin başındaydı. Yeni asistan olaraq başlamışdım hələ klinikaya. Yəni çox tanımırsan, eləmirsən. Bir gün gördüm stansiyalardan birində nəsə pasiyentin vəziyyəti pisləşdi və pasiyentdə yəni kliniki ölüm halı baş verdi. Həm baxdım, gördüm ki, nəfəs ala bilmir, pasiyent ürək dayanması baş verib. Tez qaçdım, nə bilim, xəstəyə süni tənəffüs, ondan sonra ürək masajı, reanimasiya. Xəstə özünə gəldi. Mən də, yəni o bəzən olur da, filmlərdə görürük, belə rahat otaqdan çıxmışam ki, bəs xəstəni qalib kimi çıxırsan. Qalib kimi xəstəni. Amma əsas odur ki, işin təkcə mən eləyirəm, heç kim gəlmir. Ben dedim ki, bu Almaniyadakı sistem niyə belədir? Yəni bir tibb bacısı hərəkət eləmir, bir nə bilim, heç kimsə bir reaksiya göstərmir. Çox təəccübləndim. Neysə, dedim yəqin Alman soyuqqanlığı. Aha, dedim yəqin Alman soyuqqanlığı da. İndi ertəsi gün gözləyirəm məndəki tezdən, bəs desinlər ki, təşəkkür eləyərik xəstənin həyatını. Gördüm ki, belə hər kəs belə baxır. Dedim yəqin nəsə səhv eləmişəm də. Bəlkə getdim xəstəni kontrol elədim, hər şey yanında da. Axırda açıqladılar ki, sən də və ya Almaniyada çalışan məsləkdaşlarımız yəqin ki bilir. Patientenverfügung deyə bir sistem var. Xəstə iləridə başına bir iş gəlsə, ona lazım olan ediləcək tibbi müdaxilələrlə ilgili qərar vermə yetkisi var. Yəni xəstə deyə bilər ki, məsələn 70 yaşında bir xəstə, mənim başıma bir iş gəlsə, məndə məsələn ürək dayanması olsa, məni reanimasiya eləməyin. Yəni ya da məni süni tənəffüs aparatına bağlamayın. Ya xəstə özü bunu deyə bilər, ya da Betroya deyə, yəni xəstənin qanuni nümayəndəsi imzalamalıdır ki, buna DNR deyirlər. Yəni DNR don't reanimation, yəni xəstəyə, yəni siz eləməməlisiniz artıq. Yəni əslində xəstənin elə bir imzalı dokumenti var imiş ki, xəstə yaşamaq istəmirmiş. Yəni öz imzası ilə. Mən də açıqcası təzə gəlmişəm, o dokumenti xəstəni təzədən həyata döndürmüşəm. Əslində çox paradoksal bir şeydir də. Yəni xəstənin həyatını qaytarırsan. Amma xəstə bunu istəmir. Amma xəstə bunu istəmir. Yəni xəstə istəmədən xəstəni elə bir həyata qaytarmış oldum. Bu başıma gələn asistentlik dövründə belə trajikomik mi desəm, komik hadisələrdən biri idi yəni. Açıqcası sonra yavaş-yavaş öyrənirsən bu sistemləri. Məsələn, bunun tibblə bir əlaqəsi yoxdur. Səni soyuqqanlı edir bəzən. Təbii. Bunu məsələn, yəni Türkiyədən gələn və ya Azərbaycandan gələn birisi, bunlar yəni Alman sistemində indi onun dərinliyinə girməmək lazımdır. Bu doğrumu, yanlışmı, xəstə bunu. Amma yəni Alman sisteminə görə bu xəstənin haqqıdır. O özü ona elə bilinəcək müdaxilələrə qərar verə bilər, yəni və bunu imzalı sənədlə imzaladıktan sonra heç kimsə buna qarşı çıxa bilməz. Yəni. Belə bir məsələ bir dəfə də mənim başıma gəlmişdi. Reanimatoloq mənə dedi ki, Alman Cəvid, ölüm də bir haqqdır və bu da pasiyentin bir seçimidir. Necə ki, yaşamağı seçir, eyni zamanda pasiyent ölümü də seçə bilər. O yüzden də sən buna çox müdaxilə edə bilmərsən. Əgər bu seçimi edibsə, sən buna hörmətlə yanaşmalısan və xəstəyə heç bir müdaxilə etmədən onun ölümünü gözləməlisən. Yenə deyirəm, nə qədər soyuqqanlı səslənsə də, son olaraq buna hörmətlə yanaşmaq lazımdır. Doğrudur. Çünki xəstənin öz haqqıdır və orada məsələn 2-3 gün özümə gələ bilməmişdim. Yəni ki, yəni dediyim kimi paradoksal bir hadisə baş vermişdi. Yəni belə incəliklərə məsələn diqqət etmək lazımdır. Yəni əslində çox dərinə getsə o xəstənin qanuni nümayəndəsi, bu Betroya deyirlər, səndən şikayətçi ola bilər və ya ki, işte deyə bilər ki, bəs yazılır hər yerdə imzalanmışsan, xəstəni təzədən niyə həyata döndərdin? Qaytarmısan, düzdür. Bəs Türkiyədə belə deyil bu sistem? Türkiyədə belə bir sistem yox idi. Yəni indi var mı bilmirəm, amma yoxdur məncə. Yəni bu nə Azərbaycanda, nə Türkiyədə, yəni bizdə elə ki, yaşada bildiyin qədər yaşatmalısan da, yəni insan ömrünü. Bu qədər, yəni dediyim kimi Alman səhiyyəsindəki kimi strukturlaşmayıb, yəni. Nə? Çünki bu elə bir ki, sənədli, yazılı. Mən sonradan baxdım, maraqlandım ki, bu yəni xəstənin dosyasında imzalı, notariat imzalı, yəni əməlli başlı sənədlər və orada altında punkt, yəni qeyd olunub ki,
hansı hallarda, məsələn, süni tənəffüs aparatı istəmirəm, intensiv stansiya və ya reanimasiya istəmirəm. Yəni bunların hamısı qeyd olunub yəni. Qeyd olunub. Yəni bu qədər strukturlu halda Türkiyədə və ya Azərbaycanda olduğunu düşünmürəm açıqcası yəni. Gördüyünüz kimi əziz izləyicilər, Almaniyada ölüm haqqı da pasiyentin üzərinə düşür bəzi hallarda və pasiyent özü buna qərar verir. Dediyim kimi bizim ölkələrdə istər Azərbaycan, istərsə də Türkiyə sən harda təhsil almısan, belə sistemlə mən qarşılaşmamışam. Doğru, mən də heç xatırlamıram yəni. Səncə bu düzgündür? Yəni əslində bilirsən bu çox müzakirələrə açıq məsələdir Cavid. Yəni belə düşünürəm, yəni iki tərəfli düşünmək lazımdır ya da nisbi düşünmək lazımdır. Yəni sənin də dediyin kimi Alman sistemi deyir ki, bu onun haqqıdır. Hətta bəzən olur məsələn xəstə çox ağrılar çəkir. O da olub məsələn görmüşəm. Amputasiya eləyirsən, ağrılar çəkir, nə bilim dəfələrcə əməliyyat eləyirsən xəstəni və sonunda deyir ki, mən artıq yaşamaq istəmirəm. Xəstə özü bunu deyəndə ki, mən artıq yaşamaq istəmirəm. Təbii ki, baxırsan xəstədə Alzheimer, demens və ya belə problemlər varmı? Bunu bilinçli mi deyir? Məsələn, bu hallarda da artıq palliativ tip deyirlər. Yəni də qərarı olduğu üçün ona yəni türlər demişkən sayğı duymaq lazımdır. Yəni bu nə qədər düzgündür açıqcası və ya nə qədər yəni ona konkret bir dediyim kimi gərək saatlarca burada müzakirə, yəni həm dini tərəfi var, həm tibbi tərəfi var, yəni amma yəni Alman sağlıq sistemi deyir ki, yəni xəstə bunu birinci şəkildə söyləyirsə, birinci şəkildə deyirsə ki, mən yaşamaq istəmirəm, yəni ona əməl etmək lazımdır. Tural, elə Türkiyə-Almaniya sistemindən danışmışkən, sən hər sistemdə işləmiş bir həkim olaraq daha düzgün analiz edə bilərsən. Belə bir stereotip var ki, Türkiyədə cərrah olaraq daha tez yetişə bilərsən, Almaniyada bu proses gec gedir. Səncə bu nə qədər doğrudur? Mənə də açıqcası çox zaman bu sualı verirlər Cavid. Yəni ya da seçim arasında qalırlar da. Yəni statistik Türkiyəmi, Almaniyamı özəlliklə cərrahi bölümlərdə, yəni terapevtik bölümləri qarışdırmasaq, cərrahi bölümlərdə hansı daha yaxşıdır? İndi daha yaxşıdır da əslində çox belə biraz nisbi anlayışdır. Yəni sistem daha çox, yəni daha başarılı bir cərrah olmaq üçün belə deyim, hansı sistemdə yetişmək lazımdır. İndi iki tərəfli baxsaq Cavid, həm məsələn Almaniyadakı assistentlik dönəmi, həm Türkiyədə mən həmişə deyirəm ki, çox adam məsələn soruşuram, mən Almaniyaya niyə gəlmək istəyirsiniz? Bəziləri üçün də oradan səbəbləri olur. Bəziləri mənim kimi təsadüflər sayəsində gələ bilər, amma bəziləri üçün də sadəcə maddiyyat önəmlidir. Yəni yaxşı pul qazanırıq Almaniyaya, amma mənə görə biraz da Almaniyaya gəlmək niyə gəlirlər? Çünki Almaniyaya gəlmək ən azından o vaxtları soruram asandır. Yəni Almaniya səndən sadəcə dil sertifikatı istəyir və başqa da heç nə istəmir. Yəni sənin bacarıqlılığını göstərəcək heç bir şey istəmir. Yəni dil sertifikatı istəyir. Ən azından mən xatırlayıram 2016-cı illərdə və adamlar artıq iş görüşməsini belə Skype-la eləyib direkt yəni iş mən də bura görüşməsi imzaladım. Gəlməmişdən öncə ilə Skype-la yəni o Vorstellungsgespräch-də görüşmələri aparırdı. Onu düz dedin. Burada əlavə eləyəcəm ki, məsələn mən də görmüşəm ki, sən güclü cərrah olmaya da bilərsən, doğru. Amma çox gözəl alman dili bilikləri olduğundan sən hər zaman bir neçə addım öndə olmusan. Bu da biraz belə deyim, qeyri-sağlam mühit yaradırdı. Doğru. Çünki son olaraq bundan əziyyət çəkən pasiyentlər olurdu. Təbii. Çünki yaxşı təcrübəli cərrah qıraqda qala bilirdi. Amma bu da konkurensiyanın həkimlər arasında daha ağır olduğunu və buna görə də məcbur olurdun ki, dili daha yüksək səviyyədə öyrənəsən ki, öz bacarıqlarını da göstərmiş olasan. Təbii. Yəni doğru şeylər. Yəni bəzən mənə soruşurlar ki, Almaniyaya gəlmək istəyirəm, bəs Türkiyədə mən yaxşı cərraham, o qədər əməliyyat eləmişəm, hər şeyi yaxşı eləyirəm, tez eləyirəm. Mən bəs soruşuram, bəzən sual verirəm, bəs dil mövzusu, onu həll eləyərik orada kursda. Əslində elə olmur. Yəni burada əsas vacib faktor dildir. Dili öyrənmək şərtdir. Yəni o sənin cərrahi, burada heç kimsə sən yaxşı əməliyyat eləyirsən, dili
bilmirsən və ya zəif bilirsən deyə ileriyə yüksəlmə şansın o qədər Çünki də yaxşı dil biliklərin sənin vizit kartındadır. aynen ilk dediğin öncə. kimi, dediğin kimi. O ki qaldı Alman sisteminə. Ya dediyim kimi bura aslında gəlmək biraz asandır. Yəni biraz dediyim dil öyrənirsən, gəlirsən. Yəni heç kim sənə baxmır ki, sənin əl qabiliyyətin nətərdir, nədir və onu da sistem içərisində öyrənməyə Tural, çalışır. bir məsələ vardı. Səni bura ilk gələndə də onsuz da assistant kimi götürürlər. Assistanın üzərinə düşən məsuliyyət də fərqlidir. Axı heç kim səndən gəlib burada güclü cərrahi bacarıqları ilk öncə gözləmir. Ya assistantsan, sənin işin nədir? Şöbəni idarə etmək, xəstələri qəbul etmək, növbələri etmək əsas odur. Çünki ya bu belə deyək də bu qara işləri görməlisən ki, səndən üst olan uzman olsun, operant və yaxud da şef olsun, bunlar da rahat şəkildə öz işlərini əməliyyatxanada görmüş olsunlar. Ancaq sən uzman olduqdan sonra isə sən tam fərqli bir etapa keçmiş olursan, artıq daha çox sənin üzərinə düşür ki, əməliyyatxanada olasan, daha çox vaxt orada keçirirsən və orada artıq sənin hər hansı bir cərrahi qabiliyyəti görürlərsə və sənə inam yaranırsa, sən çox qısa bir zamanda cərrah kimi çox yaxşı yetişə bilirsən. Doğru, tamamilə qatılıram sənə Cavid, amma Türkiyə sistemində belə bir şey var ki, niyə qatılıram? Yəni əslində bu işlərin məncə bazası asistanlıq dövründən qoyulur. İndi məsələn Türkiyə sisteminə geri dönsək, maalesef yəni dediyim kimi Alman sistemində sadəcə səndən istədikləri dil sertifikatıdır, amma Türkiyə sistemində tipdə uzmanlıq sınavı TUS deyə bir imtahan var. Ən çətin imtahanlardan biridir. Tabii 2010-cu ildə, hətta gəlmədən bura baxdım, mən 2010-cu ildəki TUS imtahanı dünyanın ən çətin ikinci imtahanı seçilib. Yəni tipdə uzmanlıq imtahanı elə bir ki, bu seçici bir kriterdir. Yəni tip sən ixtisasın tipdə uzmanlıq imtahanının cavabına görə belirlənir. Yəni əgər oradan yüksək bal toplayarsansa daha prestijli bölümləri, nə bilim plastik cərrahiyyə, ortopediya və ya dediyim kimi dermatologiya və ya daha az puan toplaya bilərsənsə daha və ya bəlli bir puanı, bəlli bir balı keçmədiyin sürəcə də uzman ola bilmirsən. Olursan ailə uzmanı və ya yəni bir seçici kriter var. O demək deyil ki, mən çox TUS-da birinci və ya ilk 10 dərəcəyə girən həkim tanıyıram. Onlar yaxşı cərrah olacaq deyə bir şey yoxdur. Amma ən azından bir seçmə kriteriyası var. Yəni bu bir süzgəc var. Yəni bu süzgəcə görə ən azından bir bəlli ola bilir. Yəni kimlər uzman olmağa və ya daha yüksək bölümdə bir işləməyə, yəni haqq qazanılır. Tural, burada bir sənə məsələ var. Biz cərrahi, məsələn də sənin sahən olsun, məndə də bunlar cərrahi profilli bir sahələrdir. Mütləq deyil ki, bu sahədə uzmanlıq edən adam cərrah olmalıdır sonunda. Çünki bu sahənin poliklinikası da var, cərrahi, qeyri-cərrahiyyə işləri də var. Hansınla ki, böyük ehtiyacımız var. Məsələn, məndə mütləq deyil ki, sən qulaq, burun və yaxud da ki, qırtlaqda əməliyyat eləyəsən də. Bunun otonevrologiyası var, bunun pedadiologiyası var. Çox təəssüf ki, hamı cərrahiyə qaçır deyə bu sahələr bizim ölkədə axsayır. Doğrudur. Və bu da sonunda ağırlaşmalara gətirir, belə xəstələrin sağalmamasına gətirir və yaxud da ki, bu proseslərin daha xronik olmasına gətirir, çıxardır. Almaniyanın üstünlüyü nədədir? Mən müşahidəmlə odur ki, mütləq heç kim sənin üstünə belə bir türklərlə baskı etmir ki, sən mütləq şəkildə cərrah olub, buranı cərrah kimi bitirməlisən. Əsas istəyi nədir? Sən bu sahənin baza biliklərini əldə etmiş olasan ki, sonra kimisi poliklinika gedəcək, sənə xəstə yollayacaq, kimisi gedib özünü şəxsi klinikası, yəni MFC dediyim var, şəxsi klinikası var, açacaq. Amma sonunda bu adam da bu sistemin içərisində qalaraq bu sistemə bir faydasını vermiş olacaq. Necə? İlk olaraq sən xəstə olaraq birinci gəlsən poliklinik, belə deyək, indi poliklinik deyirik ki, hamı üçün anlayışlı olsun deyə. Birinci gedirsən onun yanına, bu da səndəki olan patologiyanı görüb və səni düzgün istiqamətə yönləndirə bilir ki, get bu xəstəxanaya, get bu həkimin yanına və s. falan. O yüzden də hamı cərrahiyyəyə qaçır deyə bəzən baza biliklərinə tam yiyələnmirlər həkimlər. Və bu da sonradan boşluqlar yaradır. Qatılıram sənə. Bizim bölümdə də var. Yəni indi ortopediya, travmatologiya sadəcə əməliyyat deyil. Yəni konservativ ortopediya deyə bir anlayış var. Yəni bu konservativ müalicə, yəni bunlar hamısı əməliyyat. Bölümdə hər kəs cərrah olmaq və ya cərrahi yönləri elə çox məsləkdaşlarımız var məsələn. Səncə bu sahələr inkişaf eləsə, məsələn konservativ müalicə olsun və s. cərrahi
cərrahiyyənin sayı azalarmı? Bilirsən Cavit, burada məsələn məncə əsas məsələn Alman sistemi üçün danışıram. Alman sistemində yəni bir cərrah və ya biz də görürük məsələn çox bizə də xəstələr başvurur və ya indi Almaniyada sistem biraz Türkiyə və Azərbaycandan fərqlidir. Əsas bunlar xəstəxanaya yönləndirilir ev həkimləri tərəfindən və ya bu müayinəxanalar tərəfindən cərrahi əməliyyat üçün göndərilirlər. Amma sən ayrıntılı müayinə etdikdən sonra görürsən ki, məsələn bu cərrahi indikasiya və ya cərrahi göstəriş yoxdur. Məsələn, elementar bizdə əsas əməliyyatlardan biri protezləşdirmədir. Nə diz protezləşdirilməsi və ya çanaq sümüyü protezləşdirilməsi. Həmişə yəni poliklinikada da görürəm, xəstədə əgər cərrahi göstəriş varsa, yəni rentgenə baxırsan, görürsən ki, diz oynağında kirəklənmə var. Yəni sən istəsən əslində bunu əməliyyat da eləyə bilərsən. Mən həmişə deyirəm ki, biz əslində rentgeni müalicə eləmirik, xəstəni müalicə eləyirik. Yəni diz oynağında kirəklənmə olan çox xəstə var, amma klinik olaraq bir şikayəti yoxdur. Yəni rentgen kirəklənib, amma xəstə deyir ki, mən məsələn 10 kilometr gündə velosiped sürürəm, heç bir şikayətim yoxdur və ya az da şikayətlərim. Bu xəstəni tutub əməliyyat eləmək ki, rentgende də kirəklənməsi var. Məsələn, məncə doğru deyil. Ona görə də əməliyyatdan öncə, məsələn, bu əməliyyatdan sonra əməliyyat raporu yazarkən həmişə orada göstəriş qisminə biz mütləq yazırıq ki, konservativ terapiyadan fayda görməyən və ağrıları davam edən və ya həyat kalitəsini etkiləyən diz problemi səbəbilə əməliyyat göstərişi uyğundur. Yəni xəstəyə öncəliklə bir konservativ müalicəni xəstə denənməsi lazım. Yəni xəstə bunu konservativ terapiyadan əgər fayda görmürsə, o halda artıq əməliyyata götürə bilərsən. O halda əməliyyata görürsən. Yəni xəstəni birbaşa əməliyyata götürmək və konservativ müalicə seçənəyi, tərcihi vermədən birbaşa əməliyyat eləməkdəsə iləride bir problem çıxarsa, yenə dediyim kimi bu yasal olaraq, yəni qanuni olaraq doğru deyildir. Bir məlumat verim ki, bizim yazdığımız bütün burada əməliyyat protokolu olsun, hamısı bunlar fərq eləmir. Sən neçə il təcrübən var, hansı səviyyədə olan bir cərrahsın, bunlar hamısı yenidən yoxlanılır. Doğru. Çünki dövlət tərəfindən bu əməliyyatlar ödənildiyi üçün orada mütləq şəkildə indikasiyaya baxılır ki, düzgün bir indikasiya qoyulub və əsasən də hər hansı bir problem yaranarsa, onda daha detallı şəkildə bunlar yoxlanılacaq. Qısa olaraq Almaniyada travmatologiya, ortopediya uzmanlıq təhsili necə təşkil olunub, bu barədə məlumat verərdim. Belə deyim Cavit, əslində yəni Türkiyə ilə və ya müqayisəli söyləsək, əslində hər yerdə yəni ortalama eynidir. Yəni Almaniyada da bir assistentlik dönəmi var. Yəni bu hardasa 6 il bir assistentlik dönəmi var. 6 ildən sonra faxars, yəni uzman olursan, o faxarslıqdan sonra da yəni oberars, latində oberars kimi ixtisaslar gəlir, amma əsas 6 il assistentlik dönəmi bitdikdən sonra, yəni bu vaxt bitdikdən sonra sən də bilirsən hər bir assistentin belə logbook dediyi, yəni əməliyyatları qeyd etdiyi bir kitabçası olur. Yəni bu uzmanlıq dönəmi ilə o vaxt gəldiyində bilmirdim. Mənə dedilər ki, Türkiyədə də mütləq var. Əslində Türkiyədə də var, amma heç kim bilmirdi, yəni. Çünki məndən orada Türkiyədə elədiyim əməliyyatların siyahısını istəmişlərdi. Yəni dediyim kimi, yəni bu logbookda, yəni bəlli assistentin bəlli illərdəki assistentin eləyə bildiyi əməliyyatlar və elə bildiyi əməliyyatların sayıları çox önəmlidir. Düzgün olması lazım və sonunda ola bilər ki, assistent bu da məsələn fərqli aspektlərdən biridir. Məsələn, genəldə Türkiyədə tibbdə uzmanlıq sınavı imtahanı ilə bir bölümü qazandıqdan sonra 6 il o bölümdə başa vurursan. Məsələn, Ankara Universiteti, İstanbul Universiteti çox nadirdir ki, məsələn, 2-3-cü ildən sonra deyirsən ki, mən məsələn istəmirəm, yerimi dəyişirəm, təzədən TUS imtahanına girməlisən. Bəziləri ola bilər təbii ki, deyir ki, bu bölümü istəmirəm. Amma 90%, yəni harda başladınsan 6 il sonra orada qutarırsan. Amma Almaniyada sistem elə deyil, sən də bilirsən. Almaniyada ola bilər ki, assistent bir ilini A xəstəxanasında, ikinci ilini B xəstəxanasında. Onun da səbəbini qısa deyim. Çünki Almaniyada biz kontrakt üzərində işləyirik. Xəstəxana həkimlə kontrakt imzalayır. Kontrakt əsasında işləyirsən və kontraktı da istər xəstəxana tərəfi, istərsə də həkim özü hər zaman kəsib dayandıra bilər. Amma burada frist dediyimiz bir məsələ var. Yəni sən həmən də sabah işdən çıxıram deyə bilməzsən. Doğru. Əgər işdən çıxmaq fikrin varsa, birinci xəstəxana rəhbəri ilə bunu danışıb yazılı surətdə verirsən və kvartalın sonuna kimi çalışmalısan ki, işdən gedəsən. Bu da normalda 8 həftə, 6 həftə
ən azı işləməlisən. Doğru, doğrudur. Dediğin kimi ama Almanya'da mesela çok sık görürük ki çok nadirdir. Üniversitet xəstəxanalarının özündə də, yəni birinci ildən 6-cı ilə qədər eyni iş yerində qalan məsələn assistentlər çünki dəyişirlər. Məncə mən çox düşünmüşdüm başda gələndə hansı sistem yaxşıdır Türkiyədəki kimi birindən, amma Almaniyada elədir ki, assistentlik boyunca məsələn assistent deyə bilər ki, tamam yetər bu xəstəxanada 2 il gördüm məsələn bir falan bey xəstəxanasında məsələn spor cərrahiyyəsi daha yaxşıdır. Orada falan mütəxəssis var, onun yanına getmək istəyirəm, ona görə dəyişə bilər. Yəni belə bir rotasyon eləyə bilirlər 6 ilin axırında, amma sonunda dediyim kimi o logbook, yəni o kitabçıq, hardakı əməliyyat sayıları doğru olmalıdır. Çünki Təbiblər Birliyi, yəni hər o əyalətin Təbiblər Birliyini imtahana girdiyin yer onun hamısını kontrol eləyir. Sırf ortopediya, travmatologiyaya gəldikdən sonra həm iş yükündən ya çox yorğunluqdan və ya yəni ola bilər ki, bəzi məsləkdaşlarımız və ya assistentlərin çoxu bilmir, amma Almaniyada həddindən artıq çox məsələn cəmiyyətlər var. Məsələn diz cərrahisi cəmiyyəti, spor cərrahisi cəmiyyəti və ya protezləşmə cəmiyyəti. Yəni bu cəmiyyətlər özləri məsələn təqaüd ayıra bilirlər, 6 aylıq, 1 illik və sən o təqaüd proqramlarına başvurandan sonra məsələn ola bilər ki, Amerika Birləşmiş Dövlətlərinə və ya başqa bir şəhərə gedib və bu da maliyyələşir. Və bu da maliyyələşir təşkilatlar tərəfindən dediyin kimi. Yəni burada heç bir ödəniş eləmədən məsələn gedib spor travmatologiyasını böyük klinikalarda bir professorun yanında 1 il məsələn və onu da sayırlar sənin bu eğitim süreci. Yəni belə fürsətlər daha çoxdur. Türkiyədən də çoxdur. Azərbaycanda da bilmirəm indi nə qədərdir. Çoxdur. Çünki Türkiyədə və Azərbaycanda da əvvəllər belə idi ki, özün maliyyələşdirməlisən, özün e-mail yazmalısan, özün dəyişməlisən, özün qalacaq yeri təyin etməlisən. Yəni o qədər. Yəni ona görə də bu biraz qorxuducu gəlir ki, bu qədər maliyyət nəyə lazımdır, yəni. Amma kontraktla işləməyin müsbət tərəflərindən biri də odur ki, hər bir xəstəxananın mən düşünürəm ki, öyrətmə potensialı və kapasiteti var da. Ondan o yana sən artıq öyrənə bilmirsən və o halda artıq klinikanı dəyişmək ən düzgün verilən bir qərardır. Çünki getdiyin yeni bir yerdə sən bayaq dediyin kimi hər bir klinikanın özünün mütəxəssisləşdiyi bir yön var. Onu daha dərindən öyrənə bilərsən. Bu bir. İkinci də ki, çalışdığın ortamda istər-istəməz mobbing də ola bilər sənə qarşı. Başqa bir gərginliklər yaradıla bilər sənə qarşı və belə bir halda hər an sən oradan çıxıb yeri dəyişib başqa bir yerə gedə bilərsən. Tamamilə razıyam. Və üçüncü də mən düşünürəm ki, bu kontraktla işləməyin pozitiv tərəfi ondadır ki, bir çox kollegalar görmüşük ki, bir müddət işlədikdən sonra məsələn deyib ki, yox, mən qulaq-burun boğazçı olmaq istəmirəm, bu mənlik deyil. Yəni bu demək deyil ki, sən mütləq şəkildə 5 ilin sonuna kimi orada qalıb qulaq-burun boğaz etməlisən. Bizdə kollegalar olub ki, psixiatriya dəyişiblər, gözə dəyişiblər və yaxud da ki, terapevtik bir sahəyə gediblər. Mən düşünürəm ki, bu azadlığı sənə seçim azadlığı verməsi çox önəmli bir məsələdir. O da Almaniyada günü bu gündə var. Doğru da Almanya'da dediğimiz gibi yani sen de dediğin gibi istediğin zaman böyle değişme. Mesela Türkiye'de aslında öyle bir şey var ama Türkiye'de tezenden TUS imtihanına girmek lazım. Tezenden tirdə uzmanlıq imtihanına girip ve bakmak lazımdır ki mesela sen seçtiğin ixtisası o bal qazana bilərsən yoxsa yox. Yəni qısacası belə. Yəni biraz əslində təzədən sualına qayıdıram. Cavit hansı harda, yəni Türkiyədə mi və ya Almaniyada daha başarılı cərrah olmaq ola bilər? Yəni mən burada da görürəm assistentlik dövründə, hətta bəzən də fəx xəstəlik dövründə əməliyyat sayıları çox düşükdür, yəni Almaniyada. Amma mən məsələn öz assistentlik dövrümü müqayisə eləyirəm. Məsələn Ankara Universitetində və indiyə qədər də məsələn ona görə Türkiyədə uzmanlıq sistemini bitirib gələn assistentlərin və ya uzmanların cərrahi kapasiteləri mi desək, yəni cərrahi əməliyyat vərdişləri Almaniyadan demək olar ki, üstündür. Bunun da səbəbi çoxlu əməliyyat sayısıdır. Yəni Türkiyədə asistent dövründə əldən çox əməliyyat edə bilirsən. Hətta biraz da qıdəmlilərinlə aran yaxşıdırsa, yəni mən xatırlayıram biz 3-cü, 4-cü ildən etibarən 112-yə hər zaman zəng eləyirdik. 112 və deyirdik ki, xəstə varsa
gətirin xəstəxanaya əməliyyat eləyək, amma əslində ki, bəzi xəstəxanalar istəmirdi, yəni də. Məsələn, elə bir avantajları var idi və burada uzmanların, hətta ober-arsların bəzən eləmədiyi əməliyyatları Türkiyədə assistentlik dövründə eləyirsən və cərrahi də elədir ki, kitablardan və ya konqreslərə qatıla bilərsən, kitabları oxuya bilərsən, amma cərrahi vərdiş Cərrahi əməliyyatxanada cərrah kimi. Yəni cərrahi vərdiş deyə bir şey var. Yəni nə qədər çox əməliyyat eləyərsənsə, o qədər daha çox həm pratik zəkan, yəni pratik problem çözmə, həll eləmə qabiliyyətin daha çox inkişaf eləyir və yəni ona görə bu da məsələn Türkiyə sisteminin üstünlüklərindən biridir deyim, yəni. Düzdür, buna mən də qatılıram. Çünki Türkiyədə olan kolleqalarla hər dəfə söhbət etdikdə görürsən ki, cərrahi baxımından əlbəttə ki, onların əlləri daha tez əməliyyatxanaya çatır, əməliyyatlara çatır. Bəs Almaniyada yaxşı cərrah olmaq üçün ən vacib nədir? Belə deyim, Cavid, Almaniyada yaxşı cərrah olmaq üçün ən əsas şey sistemə uymaqdır. Yəni başdan da dediyim kimi Almaniyanın çox gözəl həm assistent yetişdirməsində ya da cərrah olaraq yetişdirməsində sistem çox strukturlar üzərinə qurulub. Yəni sabit bir sistemi var. Əgər sən bir yerdən sonra özünü gəlişdirmək istəyirsənsə, inkişaf etdirmək istəyirsənsə, dediyim kimi çox böyük şərtlər yaradır sənə sistem. Az öncə dediyim kimi məsələn bu təqaüdlü fellowshiplərdir falan. Ondan sonra bunlara başvura bilərsən, rotasiyalar eləyə bilərsən, fərqli. Yəni sonuçta Avropa olduğu üçün bu qapılar Türkiyəyə görə daha çox açıqdır. Bir də ki, ilk başda assistentlik dövründə, hətta uzman olduqdan sonra da bu əməliyyat sayısının, yəni mən müqayisəli danışıram indi Türkiyəyə görə, yəni az olmağın biraz da özünə cəsarəti insanlarda, yəni özəlliklə sonradan Almaniyaya gəlib uzman kimi işləyən həkimlərdə biraz özgüvən çatışmamazlığına və cəsarət, çünki təbii ki, bu da normaldır. Yəni az əməliyyat elədikdən sonra əməliyyatxanaya gəlirsən, hər kəs baxır, nətər əməliyyat eləyəcəksən, tibb bacısı baxır, yəni səndən qədəmli, yəni üst ober-arslar baxır. Yəni mən həmişə belə deyirəm, mən Almaniyaya gəlib əməliyyatı gedib orada öyrənərəm sistemi ilə çalışmaq mümkündür, amma çox çətindir. Yəni sən özün də bilirsən nə qədər işdən, yəni Almaniyada, yəni beynəlxalq konqreslərə qatılırsan, cərrahi təcrübələrini artırmaq üçün insan mütləq elə bil ki, o əhatənin xaricinə çıxmalıdır. Yəni sırf yəni Almaniyaya gəlim, burada öyrənərəm. Əslində öyrənib gəlmək, yəni uzmanlığını Türkiyədə bitirib gəlməyin avantajlarından biri də budur. Amma o demək deyil ki, Almaniyada yaxşı cərrah olunur, amma faktorlar çoxdur. Faktorlar çoxdur. Biraz da özün şey göstərməlisən. Məsələn, səndən fərqli olaraq mən rezidenturanı sıfırdan burada başlamışam da, yəni cərrah kimi burada formalaşmışam. O çətinliklər hamısını yaşamışam, amma düşünürəm ki, əməliyyat etmək istəyin varsa, bu hamısı sənin motivasiyana bağlıdır və ambisiyalarla bağlıdır. Sən də burada yaxşı cərrah kimi yetişə bilərsən. Çünki sistemin yaxşı cərraha ehtiyacı var və səndə bu potensialı görəndə sənin üzərində də çalışırlar, yəni sənə dəstək olurlar. Cərrah üçün nə lazımdır ki, əməliyyatxanan olsun və sterilizasiyanın yerində olsun, instrumentlərin yerində olsun və pasiyentin olsun. Bunlar olduqdan sonra sən artıq formalaşırsan. Və qalanı da artıq sənin özünə bağlıdır ki, öz üzərində çalışacaqsan. Sən yüzlərlə də əməliyyat eləyə bilərsən, amma eyni səhvi buraxacaqsınsa sən... Yəni hər səhvdən öyrənmək lazımdır. Yəni insana məxsus bir şeydir. Yəni elə bir həmişə deyirlər, yəni səhv eləməyən və ya komplikasiyası olmayan cərrah demək ki, əməliyyat eləmir. Demək ki, əməliyyat eləmir yəni. Mən elə səhvlərdən danışmışkən düşünürəm ki, bu da yaralı bir mövzudur. Çox aktual da mövzudur. Bu dəqiqə müzakirə olunur. Hər bir cərrahın başına gəlib. Yəni komplikasiyası olmayan cərrah yoxdur. Çünki komplikasiyalar üzərində biz öyrənirik. Bəzən olur ki, sən bir əməliyyatı 100-200-dən eləmsin, elə 200-cüdə gəlir hər hansı bir komplikasiya olur. Sənin başına gəlibmi burada hər hansı bir komplikasiya və olubsa da bu necə müzakirə olunub? Təbii ki, yəni dediyim kimi hər cərrah, əgər bu cərrahi işlə məşğulsansa, komplikasiyalar qaçınılmazdır. Hətta bir yerdən sonra indi məsələn
bir department rəhbəri kimi mən bu departmentin nəzdində olan əməliyyatlarda yol verilən ya da olan komplikasiyalardan da sorumluyam. Halbuki bu əməliyyatları mən eləməsəm də, yəni department mənə aid olduğu üçün oradakı uzman və ya oradakı oberars və ya oradakı asistentin elədiyi əməliyyatlardakı komplikasiyalardan da sorumlu sənsən və buna ətraflı bir rəy yazmalısan, belə deyim Cavid. Yəni komplikasiyalara keçmədən öncə qısa sadəcə yəni sistemin necə qurulduğunu anlatmaq üçün bir şey demək istəyirdim. Məsələn, hər əməliyyatdan öncə xəstəni aydınlatma formu deyirlər də, Aufklärungsbogen. Mən məsələn Türkiyədə olanda, Türkiyədə də elə bir var idi. Xəstə onam formu bir səhifə yarım idi. Nə qədər böyük əməliyyat edirsən elə bir səhifə yarım standart şeylər idi. Bir əməliyyat onaylatma formu idi. Amma burada yuridik qüvvəsi olan bir kağız. Mən bura başladım, gördüm hardasa belə bir kitab qədər şeydir. Yəni 20 neçə səhifə hər şeyi anlatmalısan, özdə anlatmaqla yetmir. Orada özün qələmlə çizməlisən, yəni göstərməlisən və orada yəni doldurmalısan və xəstəyə də sadəcə xəstənin imzası yetmir. İndi bilmirəm Azərbaycanda nətərdir. Xəstə və xəstənin yanında olan bir şahid də olmalıdır. Xəstənin imzası, şahidin imzası və orada yazır ki, 24 saatda əslində xəstəyə vaxt verməlisən. Yəni acil əməliyyatdan öncə elektiv əməliyyatlarda, planlı əməliyyatlarda. Yəni xəstə gedəcək evə, açıq başdan oturacaq, bunu düşünəcək, ailə fərdləri ilə müzakirə edəcək. Yəni o qədər ciddi yanaşır sistem buna ki, ilərdə bir problem olsa, yəni oradakı komplikasiyalardan biri olsa, özünü sistem o zaman xəstəyə deyə bilirsən ki, bunlar ola bilən risklərdir və sən də bunu imzalamısan, sənin şahidin də bunu imzalayıb, yəni sənin də bunu ayıq, yəni 24 saat vaxtın olub buna. Yəni ona görə əməliyyatdan öncə başlayır əslində sistemin necə struktur şəklində işləməsi, yəni Almaniyada. O ki, qaldı əməliyyatlardan sonra komplikasiyalar təbii ki olur. Şimdi bu çox böyük bir mövzudur. Çox da axır vaxtlarda çox aktual mövzulardan biridir. Həkim səhvi nədir, komplikasiya nədir, bunlar bir-birinə malpraktis nədir? Yəni belə söyləyim, bu komplikasiyalardan sonra əgər Almaniyada xəstənin bir şikayəti varsa, xəstə deyir ki, mənə elə gəlir ki, bu əməliyyat düzgün eləməyib və ya bu komplikasiya bir şey olub. Yəni bunun üçün tibbi rəy deyirlər burada da. Gutachtın əslində xəstə gedib şikayət edə bilər və ya yəni xəstənin bir getdiyi bir quruma şikayət edə bilər. Məsələn ki, mən razı deyiləm bununla. Yəni burada sistem belə ilərləyir. Bir Gutachtın bir rəy bildirən ekspert olur və ekspertin əsas önəmli şeyi odur ki, ondan ibarətdir ki, sən hansısa bir əməliyyatda, məsələn bir diz əməliyyatında, dizin endoprotezləşdirmə əməliyyatında bir komplikasiya olubsa, əslində bu Gutachtının, yəni onu dəyərləndirən, rəy verən ekspertin də ən azından bu dizin protezləşdirmə əməliyyatı ilə ilgili bir mütəxəssis olması lazımdır və o da ona uyğun bir rəy verir. Yəni əgər burada həkim səhvi varmı, yoxmu, yoxsa kimsə gedib birbaşa polisə və ya nə bilim polis orqanlarına şikayət eləmir və ya mediada bunu yaymır və ya çox... Bax, bunu çox gözəl dedim. Bu məncə ən önəmli məsələdir ki, xəstəxana daxilində olan heç bir proses xəstəxanadan qırağa çıxmır. Doğru. Əgər ehtiyac olarsa da, bu yuristlər bundan məşğul olurlar. Ümumiyyətlə Almaniyada dövlət xəstəxanasından söhbət gedir. Biz bayaqdan danışdığımız bütün bu strukturlar, proseslər hamısı dövlət xəstəxanalarından daxilində olan bir proseslərdir. Xəstəxanaların içərisində elə güclü yuristlər olur ki və yurist ordusu olur deyərdim ki. O yüzden həkimlər neçə milyonlar üzərində sığortalanıblar hər hansı bir ağırlaşma, komplikasiya. Mən düşünürəm ki, əslində bayaq elə deyirik ki, necə cərrah olmaq üçün vacib nədir? Mən düşünürəm ki, cərrah olmaq üçün də vacib məsələlərdən biri bir cərrahın sığortalı olmasıdır. Təbii. Çünki cərrah formalaşması üçün yaxşı bir ortam olmalıdır. Dediyim kimi, əməliyyatxanası olmalıdır. Cərrahın yaxşı bir mentoru olmalıdır və cərrahın arxasında duran yuridik bir dəstək olmalıdır. Və sistem olmalıdır. Sistem olmalıdır. Yuridik bir dəstək olmalıdır ki, bu cərraha hardasa daha rahat şəkildə öyrətmə imkanı yaradır. Tabii. Sən düşünmürsən ki, qorxa-qorxa belə əməliyyatlar etmirsən. Daha ürəkli əməliyyat verirsən. Çünki bilirsən ki, yanında mentorun var
yanında sənə dəstək verən bir sistem var. Bizim də başımıza gəlib komplikasiyalar. Yəni burada önəmli məsələ komplikasiyada deyil. Komplikasiya baş verdiyində sənin nə etmən önəmlidir. Çünki bayaq deyirsən tibbi rəy yazılacaq. Tibbi rəydə ən əsas fikir verilən məqamlardan da biri odur ki, okey, komplikasiya oldu, hər kəsin başına gələ bilər. Bəs komplikasiya olduğunda sən nə etdin? Doğrudur. Sən əgər ondan sonra həmin etapda bütün hamısını protokola uyğun etmisənsə, nə böyüklüyündə komplikasiya olursa olsun, demək olar ki, sən oradan belə deyək ki, sığortalı şəkildə çıxmış olsan. Doğrudur. Çıxırsan. O yəni kriz menecment deyirlər yəni buna. Yəni o komplikasiyalarla menecment bu da özü də bir yəni böyük bir alandır, yəni böyük bir yəni onları mən düşünürəm ki, mən məsələn Azərbaycanda da oluram, orada da əməliyyatlar edirəm. Düşünürəm ki, Azərbaycanda da bu sistemi qurmaq lazımdır ki, çünki çox gözəl cərrahlarımız var. Həqiqətən də mən Azərbaycanda görürəm, dünya səviyyəli cərrahlarımız var. Çox gözəl də əməliyyatlar eləyirlər. Sadəcə olaraq bunlar fərdi şəkildədir. Doğru, yəni təbii. sistem yoxdur deyə və yaxud da ki, bu sistem tam oturuşmayıb deyə təəssüflər ki, bu həkimlər komanda şəklində deyil də hər kəs fərdi şəkildə işləyir. Mən bəzən belə bir şeyə belə bir fikrə gəlirəm hərdən ki, əslində Azərbaycan çox şanslı bir yerdir. Çünki fikir verirsənsə, elə qulaq burun boğaz sahəsindən deyəcəm, bir klinikdə Amerikada təhsil alıb gələn bir qulaq burun boğazçı var. Azərbaycanın özündə Almaniya, Türkiyə və Rusiya məktəbini keçmiş qulaq burun boğazçılar bir araya gəlib çalışır. Ya məncə dünyanın heç bir yerində belə bir alternativ yoxdur da. O qədər bundan gözəl şəkildə istifadə edib də səhiyyəyə məsələn yenə deyirəm öz sahəmdə qulaq burun boğaz sahəsinin inkişafına töhfə vermək olar. Çünki qulaq burun boğaz sahəsi təkcə rinoplastika, tonzilektomiya, adenatomiya deyil də. Yəni bu çox böyük bir sahədir. Təbii. Üç fərqli orqanı əhatə edən bir sahədir. Eləcə də sənin sahən buna misal. Tural, sən peşəkar həkim olaraq eyni zamanda da qaçışla da peşəkar məşğulsan. Bilirəm ki, bir neçə marafon qaçmısan. Hətta bu yaxınlarda sən yarım marafon bir gün Çexiyada qaçdın, növbəti gün gəldin Berlində qaçdın. Almaniyada Berlində qaçdın. Son günlərdə qaçış trend halına çevrilib. Artıq hər kəs qaçmaq həvəsinə gəlib, qaçır. Amma bilirəm ki, qaçmaq nə qədər biz propaganda eləsək də bir o qədər də çox zədəli bir idman növüdür. Əgər buna hazırlıqsız gəlsən. O yüzdən də sən bu işlə bir professional məşğul olan birisi kimi nə məsləhət görərdin qaçışa başlamaq istəyən insanlara? Valla belə deyim, Cavid, doğru vurğuladın. Yəni qaçış əslində yəni mən belə düşünürəm ki, hər bir cərrahın ən azından bu stresli işin içindən çıxa bir hobisi olmalıdır da. Qaçış da elə bil ki, mənim bir hobimdir. Amma bir yerdən sonra artıq çox iləri səviyyəyə qədər ulaşmağa başladı. Bizim balaca bir doktorlar qrupu var, qaçış qrupu. İndi görürəm bəzən Instagramdan da izləyirəm. Bakıda da belə qruplar təşkil olunur və xarici ölkələrdə də yəni həm tibb sayəsində, həm də bərabər belə balaca hobi qrupları təşkil olunur. Yəni mən də o qruplardan birindən başladım. Elə Almaniyaya gəldiyim illərdə 2017-də, çünki Almaniyanın təbiəti də buna uyğundur. Hər yer yaşıllıqdır. Ondan sonra gözəl parklar var qaçmaq üçün. Və sonradan bir yerdən sonra insana elə bir ki, çəkir bu qaçış. Əslində adında elə bir qaçış kimi görünsə də çox önəmli nüanslar var yeni başlayanlar üçün. Bunları mütləq əgər bu işlə uzun dönəm məşğul olmaq istəyirsinizsə, bunu mütləq əməl eləmək lazımdır. Birincisi nədir? Məsələn, qaçışmaqdan öncə mütləq yürümə və qaçış analizi eləmək lazımdır. İndi mən əminəm ki, çox bir ölkədə bunu eləmirlər, amma muhtemelen şərtlər də vardır. Yəni yürümə analizi odur ki, bəlli bir hətta Berlində çox da məsələn bu qaçış ayaqqabı satılan yerlərdə bu yürümə analizini və qaçış analizini eləyirlər. Yəni topluma baxsaq, yəni insanların çoxunda hətta indi tam faiz olaraq söyləyə bilməyəcəm, amma düz dabanlıq var. Bunlar pes plana valgus deyirlər. Ayağın yerə basma nöqtələri tam fərqlidir. Bunun düzgün analizi eləmədiyi sürəcə, yəni elə belə qaçma tempo, yəni necə gəldi qaçmaqla diz problemləri
şiddətlənə bilər və ya çanaq oynağı problemləri daha da arta bilər. Ona görə mütləq qaçmaqla əgər başlamaq istəyirsinizsə, dediyim kimi yürümə analizi, qaçış analizi, həm yürümə, həm qaçış analizi eləyib, elə bir orada görürsünüz ki, ayaq yerə basında ayağın hansı nöqtələri yerə basır və ya hansı nöqtələri yerə basmır və ya ayaq altının xəritəsi çıxardılır, belə deyim, və o xəritədə görsənilir və əgər sizdə düzdabanlıq kimi problemlər varsa ayağınızda və qaçmağa ən uyğun ayaqqabılar seçilir. Bu da önəmli faktorlardan biridir də, qaçış ayaqqabıları. Əgər fikir vermişsinizsə, heç kimsə indi professional qaçıcılarda və ya bu işləmə heç kimsə Adidas, Nike, indi bilmirəm burada şirkət adları söyləmək olar olmaz yoxsa podkastda, heç kimsə o ayaqqabılardan istifadə eləmir. Yəni bizə görə Adidasın ayaqqabı, Nike-ın, amma xüsusi professional qaçış ayaqqabıları var, məşhur firmalar var, marafon, yarım marafonlar üçün. Yəni bu ayaqqabıları öncədən sifariş vermək olur. O ayağınızın altının xəritəsi çıxarıldıqdan sonra sizin qaçış analiziniz dəyərləndirdikdən sonra ona uyğun ayaqqabılarınızı sifariş verirsiniz. Düzdür, normal ayaqqabılara görə biraz bahadır və gəlməsi də bir 3-4 həftəni alır. Yəni xüsusi hazırlayırlar. Xüsusi hazırlayırlar. Yəni sənin ayağının altına baxırlar. Əgər səndə məsələn düzdabanlıq varsa və ya normal yürümədə sənin ayağının basmaması, yerə basmaması gerəkən nöqtələr yerə basırsa, əslində normal anatomiyaya görə basmaması lazımdır. Orayı dəstəkləyən, yəni ola bilər. İndi bunun basit variantı odur, ayaqqabı altlıqları eləyirlər, amma bu dinamik bir prosesdir. Yəni ona görə bir analiz, bu statik deyil, hər kəsdə eyni deyil. Yəni o ayaqqabı ölçüləri alırlar, amma professional olaraq dediyim kimi bu qaçış analizi, yürümə analizini eləyib uyğun ayaqqabı ilə qaçmaq bu ən önəmli şeydir də. Elə bir ki, düşün ki, bir yerə maşınla gedəcəksən, maşının markası da dəyişir. Yəni də bir var ki, nə bilim, yəni bir yerə Lamborghini ilə gedəsən, bir də var ki, bir yerə köhnə bir maşınla gedəsən. Yəni sən nə qədər də yaxşı gedirsən get, altındakı maşının, yəni ayağındakı ayaqqabı yaxşı olmadıqdan sonra deyil. İkinci maraqlıdır bax bunu mən. Bu önəmli nöqtələrdən biridir. Bu önəmli nöqtələrdən biridir. Bəzən çox diqqət eləmirlər. Deyirlər, hə, gedirəm qaçmağa. Yəni sonra gəlirlər ki, bəs dizim ağrıyır, ayağım ağrıyır. Əslində bu qaçış hərəkət sistemi çox mürəkkəb, yəni çox bəsit bir proses deyil. Yəni buradakı məsələn gərmə hərəkətləri, qaçışdan sonra, qaçışdan öncə, əzəllərdə məsələn yığılma, əzəllərin gəvşətilməsi, bunların hamısına diqqət eləmək lazımdır. Sümüyün bərk olması üçün deyirik ki, kalsiy içək, sonra maqnezium içək ki, biraz muskul sistemimizdə formalaşmasında köməklik eləsin. Səncə bunlar nə qədər effektivlidir? Ya belə deyim sənə, yəni ya da xaş yeyək. Hə, ya da xaş yeyək. Hə, yəni həmişəki kimi bizə də çox gəlirlər ki, bəs həkim xaş yedim, sümüyüm birləşdi, da sən əməliyyat eləmənə gərək qalmadı. Belə söyləyim, bəzi bu supplementlər, bunlar hamısı yardımcı sistemlərdir də. Belə yəni məsələn, özəlliklə indi Almaniyada kimi ölkədə vitamin D mütləq almaq lazımdır. Bilirsən, günəşin, yəni tibb təhsilini müqayisə edirik Türkiyə ilə, amma mən bəzən bu vitamin D düzəyini də müqayisə edirəm. Orada çalışdığım illərdə bütün günü günəş görürdüm. Bura gələndən sonra D vitaminim kəskin şəkildə aşağı düşdü. Yəni keçən dəfə də bir qan analizləri verdim. Yəni o qədər ki, gün görməyən ölkədə yaşayanda bu vitamin D təqviyəsi həm düzdür. Mən də mütəmadi alıram. Mütəmadi almaq lazımdır. Məsələn, maqneziumda bu qaçışla məşğul olanlar üçün, özəlliklə bu əzələ krampları, əzələ yığılmaları üçün yəni maqnezium alınmalıdır. Mən alıram məsələn özüm üçün deyirəm. Omega 3-dür. Bir də ekstra supplementlər var. Məsələn, xəstələr də çox gəlirlər. Bu qığırdaq yaradan, nə bilim, kollagenlər dediyin kimi kollagenlər. Burada da böyük bir möcüzə gözləməmək lazımdır məsələn. Sənə belə bir şey deyəcəm. Yəni qığırdaq dokusu sinir toxuması kimidir. Qığırdaq dokusu əgər bir dəfə xarab oldusa, qığırdaq dokusu özünü yeniləmir. Əgər kimsə qığırdaq dokusunu özünü yeniləyəcək bir şey tapsa, iləride 100% Nobel mükafatı almış olacaq. Yəni ondan dolayı insanlarda belə bir anlayış var ki, mən kollagen içirəm, kollagen gedir dizimdə o qığırdağı yerinə qoyur. Elə bir şey yoxdur. Yəni dəstəkləyir. Çox tibbi çalışmalar var, tibbi məqalələr var. Ola bilər ki, dəstəkləsin. Yəni adam düşünür ki, mənim qığırdamda da kollagendir, işte içdiyim dərman da kollagendir. Bəs necə kollageni təbii vasitələrlə ala bilər? Ona görə bizim əsas işimiz odur ki, dizdə məsələn bu qaçıcılarda əsasən və ya reabilitasiyalarda bəzi əməliyyatlardan sonra dizimizdəki əzələ sistemini də qüvvətləndirmək ki, ən azından sümüyə düşən yükün azaltılması üçün, yəni əzələlərin də qüvvətli olması
lazımdır. Qığırdaq hasarını ya da qığırdaq pozulmasını yeniləyəcək belə bir möcüzəvi bir şey əslində yoxdur. Ona görə də dizə vururlar axı. vururlar. O da başqa bir mövzudur. O dizə PRP vururlar, sonra kollagen. Düzdür. Onun da dediyim kimi bunların hamısının bir şeyə qədər etkisi var. Yəni Almaniyada eyni müalicə metodlardır, yoxsa fərqli nələr seyr Yəni edilir? belə bir şey deyə bilərəm. Almaniyada da əslində dünyanın hər yerində aşağı yuxarı eynidir. Amma məsələn qığırdaq hasarı olan xəstələrdə bəzən gənc yaşda, məsələn elə bunun da səbəbidir ki, 1 yaşdan sonra məsələn deyirlər Azərbaycan duz yığılması, kirəklənmə dizdə. Yəni özəlliklə qadınlarda da olur bu menopoza dönəmindən sonra, hormonal dəyişikliklərdən sonra ki, qığırdaq hasarı baş verir. Ona görə də bu endoprotezləşdirmə əməliyyatı edirlər. Gənc xəstələrdə qığırdaq hasarı baş verəndə məsələn ən son aşamalardan biri qığırdaq nəqli əməliyyatları var. Kondrosit transplantasiya bildiyim qədərilə Bakıda eləmirlər. Çox çətin bir əməliyyat olduğu üçün deyil. Siz eləyirsiniz? Hə, bu Almaniyada eləyirlər, Türkiyədə də eləyirlər uzun zamandır. Bu qığırdaq nəqli deyirlər buna. Yəni eləməmənin bəncə Azərbaycanda səbəbi çox çətin bir əməliyyat olması deyil, çox bahalı bir əməliyyat olmasıdır. Yəni insanın qığırdaq hücrəsindən, dizindən qığırdaq hücrəsi götürüb onu xüsusi biolaboratoriyalara göndəririk və o qığırdaq hücrəsindən, balaca bir qığırdaq hücrəsindən böyük bir qığırdaq hücrəsi böyüdə bilirik və o 4 həftə sonra o qığırdaq membran geri gəlir və xəstəyə bir dəfə, ikinci dəfə yenə o membranı xəstəyə yerləşdiririk. Maliyyəti çox yəni bahalı yöntəmlərdən biri sayılır. Amma Almaniyada sistem bunu qarşılayır məsələn. Yəni yenə sistemin pozitiv yönlərindən birinə gəlirik, həm də xəstələrin də tərəfindədir yəni. Bir də bir şey səndən soruşacağam. Bax, sizin əsas gördüyünüz əməliyyatlardan da biri protezləşmədir. Doğru. Düzdürmü? Almaniyada bu protezləşmə tam olaraq dövlət tərəfindən dəstəklənir. Bu proses necə təşkil olunur? Məsələn, xəstə gəlir, əməliyyat olur, onunla sağollaşırsınız, yoxsa sonraki etaplar necə gedir? Bu da məsələn çox önəmli faktorlardan, yəni dediyim kimi Cavit, Almaniyada bu endoprotezləşməni, yəni Almaniyada elə bir şey yoxdur ki, mən gəlmişəm, məsələn, mən hər şey yaxşı eləyirəm, bütün əməliyyatları, yəni Almaniyada bunu hər hansı bir əməliyyatı, yəni bu tür əməliyyatları mütəmadi eləmən üçün bəlli sertifikasiya, endoprotetik mərkəzləri var. Yəni xəstəxana məsələn endoprotez mərkəzi indi sən də bilirsən 2027-ci ildən, bəlkə 2026-cı ildən başlayıb yeni xəstəxana reformu Almaniyada. Yəni sadəcə bəlli mərkəzlər bu endoprotezləşmə əməliyyatını eləyəcəklər. Hansı ki bəlli kriteriyalara uymalıdır. Yəni sən bir endoprotezləşdirmə əməliyyatı eləmək istəyirsənsə, sənin xəstəxananda yeni reformlara görə ən az 3 dənə endoprotez yan dal uzmanı olmalıdır. Bu spesial ortopedik xirurqi deyirlər bunlar. Yəni o yan dal uzmanlığı yox olan 3 nəfər uzman yoxdursa, sən bu əməliyyatı eləyə bilməzsən. Məsələn, ondan sonra sənin xəstəxanan əgər endoprotetik mərkəzi deyilsə, endoprotetik sentrum deyilsə, bunu da bu sertifikatı verirlər sənə. 3 ildən bir də bunu təzədən resertifikasiya kontrol edirlər. Əgər bu kriterlərə uymursansa, bu kriterləri yerinə yetirmirsənsə, sən bu əməliyyatları eləyə bilməzsən. O ki qaldı əməliyyatların planlaşmasına, sistem Alman ortopedi dərnəyi tərəfindən belirlənmiş kriteriyalar var. Yəni xəstə sənə gəldikdə artıq sən xəstə əməliyyat olmadan öncə sən xəstənin harda reabilitasiya keçəcəyini bilirsən. Yəni bu öncədən planlanır, başvurulur reabilitasiya mərkəzlərinə. Yəni əməliyyatdan öncə reabilitasiyası artıq planlaşdırılır. Planlaşdırılıb, tarixlər planlaşdırılıb. Yəni xəstə gələcək, 5-də əməliyyat olacaq, yəni 8-də xəstəxanadan çıxacaq məsələn. Deyə bilərsən ki, bəs komplikasiya olsa ora-bura, təbii ki, uzuyur. Amma o qədər yeni sistemlər var ki, endoprotezləşdirmədə, yəni minimal invaziv sistemlər və sən hardasa 99% bilirsən ki, bu xəstə 5-ci gün gələcək, bu xəstə 1-ci gün çıxacaq və çıxdıqdan sonra 2 gün evdə qalacaq, 3-cü gün gedəcək reabilitasiya mərkəzinə, orada 6 həftə reabilitasiya görəcək. Yəni bunlar hamısı öncədən planlaşdırılmış. Və 6 həftə işləmədiyi halda necə olur? Genəldə sənə belə deyim, bu xəstələr 65, 67, yəni yaşın üzərində olduğu üçün götürsək, bunlar əslində pensiyaya çıxmış qrup olur, təqaüdçülər olur, yəni xəstələr. Tabii gənc xəstələrə də məsələn protezləşmə eləyir, amma bunların hamısını dövlət tərəfindən, yəni o əməliyyat olduğu sürəcə ödənilir onun başı. Yəni. Tural, sənin əsas fokusun idman ortopediyasıdır. Bu sahədə sən hansı əməliyyatları eləyirsən? İdman ortopediyası, belə ki, Cavid, əsas dediyim kimi mənim rəhbərlik etdiyim department, yəni rekonstruktiv oynaq cərrahisi və sport travmatologiyasıdır. Adından da göründüyü kimi bura daha çox idman yaralanmaları, professional sport
sporçular, yəni professional idmançıların baş vurduğu bir departamentdir genəldə. Bunun da əslində yenə bir əsasını mən Türkiyədə Acıbadəm xəstəxanasında işləmişdim. Uzun illər Türkiyə milli komandasının həm futbol üzrə, həm voleybol üzrə sponsorluğu olmuşdu Acıbadəm qrupu. Oradan məsələn çox sport travmalarına da bir həvəsim var idi. Ona görə də burada da bu departamentə əsas gələnlər dediyim kimi spor yaralanmaları nədir bunlar? Məsələn, meniskus yaralanmalarıdır, ön çapraz bağ yaralanmalarıdır, yan bağ yaralanmalıdır. Baş vuran xəstələr arasında xəstə spektrumu bir normal vətəndaşların belə deyim, yəni hobi idmançıların, bir də professional idmançılar da təbii baş vurur. Yəni onların hər ikisindəki protokol fərqlidir təbii ki. Yəni əməliyyatdan sonraki protokollar, əməliyyatdan öncəki protokollar. Amma əsas spektrum gənc, aktiv idman həyatı olan xəstə qrupları. Yəni. Bəs bir idmançı zədə aldısa, o yenidən öz karyerasına qayıda bilər? Ya bugünkü gündə müasir tibbin dəstəyi ilə onu yenidən karyerasına qaytarmaq olur. Təbii, burada yəni bizim əsas məqsədlərimizdən biri də budur, Cavid. Amma bu travmaya, zədəyə görə dəyişir təbii ki. Yəni işin içinə professional futbolçular girdikdə biraz baxış açısı dəyişir. Yəni professional mən həmişə soruşuram, professional futbolçularda yəni iş 2 qat çətinləşir, işin maddi cəhətləri var. Yəni professional futbolçular gələndə həmişə bir menecer ilə gəlirlər. Menecer bir kontrakt imzalayır firma ilə, yəni bir futbol klubu ilə. Menecerin əsas məqsədi odur ki, sən onu bir an öncə spora döndərmək, çünki ondan pul qazanır. Yəni hər gün ondan pul gedir. Yəni heç bir klub dizində bir yaralanma olan bir xəstəni və ya bir futbolçuyu heç kimsə istəmir. Maliyyələşdirmək istəmir. Yəni ona görə bir tərəfdən buradan bir baskı yeyirsən. Yəni deyirsən ki, hə doktor tez elə, bəs tez dönsün. Yəni Almaniyada bu çox burada biraz xəstənin və ya futbolçunun və sporcunun mental yəni bunu başa düşməsi lazım ki, bu onun sağalması üçün önəmli bir vaxtdır, sağalma vaxtı. Çünki pul gətirən sahəsidir. Yəni çörək pulunu bundan qazanır, belə söyləyim. Yəni işin içinə bu dəfə Berufskin Oşatsraft gedir. O başqa bir sistemdə bilirsən. O necə işləyir? O məsələn, nə Türkiyədə, nə Azərbaycanda var. Muhtemelen bu elə bir ki, dövlətin iş qəzası, dövlətin bir iş sığortasıdır. Professional sportçu da əgər bir maçda bir yəni məşqdə yaralanmışsa bu bunun işidir. Demək bu işin içinə BG, yəni Berufskin Oşatsraft iş sığortası girir. Yəni demək ki, xəstənin, yəni o idmançının bu xəstəliyi dönəmi boyunca aldığı bütün müalicənin xərcləri vaxtdan asılı olmayaraq dövlət tərəfindən ödənilir. Ona görə də bu bir sporcunun belə bir dərdi olmur. Mən tez qayıdım və ya çünki bu xərcləri ödənilir. Klub buna ödəyir bunu. Yəni dövlət ödəyir bunu. Türkiyədə və ya Azərbaycanda fərqlidir. Bir an öncə mən xatırlayıram 3-4 dəfə çiyin oynağa çıxmış futbolcunu təzədən oynatmağa çalışırlar ki, sən canı sezon bitir, bir dənə də oyun oyna, ondan sonra sənə əməliyyat eləyəcəklər. Düzgün deyil də. Yəni biraz olaraq bunu başa düşməlidir. Ona görə bu həmişə çətindir. Yəni professional idmançı işin içinə girdisə, bu normal vətəndaşdan, yəni futbol oynayıb dizində ön çapraz bağını qoparan vətəndaşdan 2 qat, 3 qat daha çətindir bunun müalicə prosedurlarını. Amma müasir texnika, müasir tibb bugünkü gündə zədələnmiş idmançıları geri qayıtmağa köməkli dəstək edir. Təbii. Yəni, və tamamilə yəni çox iləri dərəcədə bir şey olmadığı sürəcə dediyim kimi yəni çoxu geri qayıdır. Geri qayıdır. Əvvəlki performansı göstərə bilirmi? O da zaman, o da biraz da sporcuya bağlı faktorlardır. Və reabilitasiya sporculara bağlı faktorlardır. Sən eyni zamanda FIFA ilə də çalışırsan, yoxsa FIFA 11 deyilən bir protokol var? Doğru. Yəni bu FIFA'nın futbol tibbi üzrə, futbol təbabətləri üzrə bir sertifikasiya proqramı var. Onu keçmişdim zamanında. İşin içinə çox şey gelir. Yəni qidalanmadan, yəni sporcunun qidalanmasından, ondan sonra zədənin protektiv proqramlar var məsələn. Onlar ona diqqət edirlər. Yəni nələri eləmək lazımdır ki, bu zədələnmə olmasın.
Yəni maalesef bəzən xəstələr zədələndikdən sonra bizə gəlir, amma FIFA-nın bu protokolları Zədə menecmentidir. zədə menecmenti, yəni profilaktik, yəni zədənin qarşısını almaq üçün məsələn burada çox faktorlar var. Yəni oynadığı stadionun otundan tutmuş, hər şey çox multifaktorialdır, yəni o çim dəstəyindən tutmuş və ya nə bilim bu rezin plastikli bəzən futbol meydançalarında məşq edirlər. Yəni onun materiallarına qədər düşün ki, oradakı o rezinin materialına qədər çox Hamısı araşdırılır. Hamısı araşdırılır ki, bəs nətər eləyə bilərik ki, bu yaralanmaların qarşısını alaq. Bugünkü videomuzun sonuna yaxınlaşırıq. Sonda istərdim ki, sən Almaniya gəlmək istəyən kolleqalarımıza bu yolu keçən bir həkim kimi öz məsləhətləri verəsən. Valla əsas səbəblərdən biri odur. Cavad, məncə bura gəlmək istəyən insan və ya bir məsləkdaş öncəliklə özünə sual verməlidir ki, niyə görə Almaniya? Yəni bu niyə görə? Fərqli ola bilər səbəblər, maddi ola bilər, onu da yəni normal qarşılamaq lazımdır. Yəni əsas hədəfi olmalıdır insanın. Niyə görə? Mən oturdum, durdum, yəni gedim bir də Almaniyaya bir hədəf. Yəni bu hədəfə və bu hədəfə həmişə sadiq qalmalıdır və bu hədəfə yönlənməlidir. Yəni ondan sonra ikinci məncə planda dil çox önəmlidir. Yəni dil bilgiləri. Mən məsələn indi hardasa bir 10 ildir buradayam, bəlli bir idarə edici qurumdayım, amma yenə də vaxtım olanda ayda 1-2 dəfə bəlli dil kurslarının təşkil etdiyi konversasiyon proqramları olur. Bunun tiplə heç bir əlaqəsi yoxdur. Bəzən siyasət müzakirə edirlər Almanca, bəzən nə bilim Alman dramaturqlarını müqayisə edirlər, amma Alman dilinin gəlişdirilməsi üçün, yəni bu səviyyədə olması üçün gedirəm məsələn, çox maraqlıdır, biraz paramedikal olur, tipdən uzaq, amma ora fərqli adamlar gəlir, CEO-lar gəlir, baxırsan ki, xarici kökənli olan, yəni Alman olmayan, öz sahəsində başarılı olan çox var. Məsələn, Almaniyada onlarla biraz bilgi alış-verişi mübadiləsi edirsən. Yəni dil çox önəmlidir. O ki, mən gələrəm, həll edərəm, sonradan öyrənərəm, olmur yəni. Hədəfə sadiq qalmaq deyil. Bir də ki, çox mənə, məsələn, bəzən çox e-maillər gəlir, çox yazırlar bizim xəstəxanaya başvurmaq. Yəni, çox, düzdür, Almaniya hər dəfə başvurmaq istəyəndə düşünürlər ki, Berlin, nə bilim, böyük şəhərlər və ya Frankfurt və ya nə bilim, Hamburg. Amma böyük şəhərlərdə onsuz da tələbat çox deyil. Sən də bilirsən, Cavid. Yəni, perifer şəhərlərdən başlayıb, haradakı daha asanlıqla yəni mərkəzə doğru irəliləmək. Böyük şəhərə hazır gəlməlisən. Hazır gəlməlisən. Və ümumiyyətlə düşünməlisən ki, sənə bu lazımdır. Doğru. Bu da məsələn ikinci dəfə. Çünki Almaniyanın harasında işləsən də, sən standart maaş alırsan və bir çox hallarda da periferik şəhərlərdə bəzən həyat keyfiyyəti böyük şəhərlərdən daha üstün olur. Çünki böyük şəhərlər çox qarışıqdır. Almaniyanın özündə də, indi Berlini sən özün də tanıyırsan, gözəl. Amma təşəkkür eləyirəm bu məsləhətlərin üçün və bugünkü podkast üçün də sənə təşəkkür edirəm ki, çox ətraflı danışdın Almaniya sistemindən və Almaniya-Türkiyə sisteminin müqayisəsindən. Əziz izləyicilər, Tural Doktorla olan podkastımız sona çatdı. Çalışdıq ki, biz öz təcrübəmizlə sizinlə bölüşək, çalışdığımız sistemlə sizi tanış edək. Komandaya, Fractal Solution ekibinə təşəkkür edirəm. Berlində bu gün iş günü deyil, amma yəni hər kəs zaman ayırdığı üçün bu podkastda mən də öz adımdan təşəkkür eləmək istəyirəm. Yəni məncə səmərəli bir podkast oldu yəni.